ünvanı sehr barəsində olacaq. Bu, uzun zamandır ki, danışmaq istədiyim mövzudur. Kənd uşaqlarının hamının bilməsi gərəkən və ehtiyacı olan önəmli mövzudur. Və lazımdır ki, heç kəs bu mövzuda cahillik etməsin. Əsas mövzu sehr barəsində olacaq, cadu barəsində olacaq. Cadu, sehr haqqdırmı? O necə baş verir və onu necə müalicə eləmək olar və yaxud təbii xəstəliklə sehrin arasında olan fərq nədir və xəstənin sehrə düçar olduğunu nədən bilmək olar, necə mümkündür və sehrə düçar olan insan necə müalicə eləmək lazımdır. Tibb də, yəni ki, kitab və sünnətlə müalicə eləməyib, tibblə onu müalicə eləmək mümkündürmü və yaxud göz dəymə sehrin növlərindəndir və yaxud deyilmi? Konkret olaraq bu barədə danışacaq. Ən birinci bilmək lazımdır ki, sehr sözü Quran-ı Kərimdə və Peyğəmbər s.ə.v hədislərində gəlmişdir. Sehr deyildikdə nə nəzərdə tutulur? Sehr deyildikdə cinlər vasitəsilə insanlar fitnə fəsad üçün törətdiyi əməllərdir. Bu qəsd olunur. Sehr mütləq cin vasitəsilə olur və ona cadu da deyilir. Sehrə cadu da deyilir. Və ən birinci insan iman etməlidir ki, insanların yer üzündə olduğu kimi eləcə də cinlər var. Kim cin və şeytanların olmağına inanmazsa, onlar kafirdirlər. Nəyə görə? Çünki onlar Quranı inkar etmiş olurlar. Allah-u Teala Quran-ı Kərimdə cinlərin var olduğunu, cinlərin əməlləri olduğunu, cinlərin də bir məxluq olduğunu, cinlərin aləmi olduğunu Allah Teala Quran-ı Kərimdə danışır o haqda. Peyğəmbər s.ə.v bu haqda xəbər verir. Deməli, kim cinlərin olmağını inkar eləyirsə, Allah və Rasulunun dediklərini inkar eləmiş olar. Allah və Rasulunun dediyini inkar eləyən isə, onu deyənləri inkar eləmiş olar. Sözsüz ki, Allah və Rasulunu inkar eləyən insan da kafirdir. İslam dinində payı yoxdur. Ən birinci, öncə bilmək lazımdır ki, cin və şeytan var. Haqdır. Onlar da bir aləmdə yaşayır. Onların da heyvanları var. Onlar da törənirlər, evlənirlər. Nəsilləri artır insanlar kimi. Və onlar insanları görürlər. Amma insanlar cinləri görmürlər. Çünki insanlar cinləri görsə, ola bilsin qorxar. Allah-u Teala istədiyi hikmətdir. Hikməti Allah bilir. Sadəcə nə üçün insanlar cinləri görmür və cinlər insanları görür. Bunu Allah bilir nə üçün belədir, həqiqətini. Qaldı, məlumdur ki, Peyğəmbər s.ə.v deyir ki, yediyiniz ətlərin tulladıqda Bismillah deyin. Çünki deyir, siz yediyiniz ətlərin sümükləri sizin cin qardaşlarınızın yeməyidir. Eləcə də əsərdə gəlmişdir ki, bizim malların peyimləri, püşləri cinlərin heyvanlarının yeməyidir. Onlar yeyirlər, ondan içirlər, lakin Allah-u Teala onların yediklərindən azaltılır. Yəni, sən hiss eləmirsən ki, bu sümükdən yeyilib, lakin onlar yeyirlər. Və bu baxımda cinlər iki yerə bölünür. Müsəlmanlar və kafirlər. Eləcə də insanlar neçə yerə bölünür? İki yerə bölünür. Müsəlmanlar və kafirlər. Kafirlərə şeytanlar deyirik. Kafirlərə nə deyirik? Şeytanlar deyirik. Lakin cin dedikdə həm müsəlman, həm kafir daxil olur. Şeytan dedikdə sadəcə nə daxil olur? Cinlərin kafirləri. Çünki cinlərin müsəlmanlarına şeytan demək olmaz. Şeytan ancaq onların kafirlərinə deyilir. Və bu cin oddan yaranır. Abdullah ibn Abbasın hədisində, səhih hədisdə gəlmişdir ki, Peyğəmbər s.ə.v deyir ki, mələklər nurdan yaranıb, işıqdan yaranıb, cinlər oddan, Adəm isə, insanın əsli isə torpaqdan. Ona görə Allah-u Teala əmr eləyəndə bütün mələklər Adəm aleyhissalama təkrim, hörmət olaraq səcdə etdilər. Lakin şeytanların başçısı İblis Adəmə səcdə etmədi. Allah-u Teala bu hadisəni Quran-ı Kərimdə bir neçə yerdə gətirir. Və ona dedi ki, Allah-u Teala əmr edəndə ki, Adəm Peyğəmbərə səcdə et, dedi ki, xalaqtəni min nərin və xalaqtahu min tin. Dedi, sən məni ocaqdan yaratmışsan, onun isə palçıqdan. Mən ondan daha şərəfliyəm. Ona görə alimlər deyir ki,
göydə ən birinci günah təkəbbürlülük olur. Həsəd olur. İblis Adəmə həsəd edib. Allahın qarşısında təkəbbürlülük edib. Elcə də yerdə də ən birinci günah təkəbbürlülük və həsəd olur. Qabil Habili öldürəndə həsədkarlıq edir, paxıllıq edir qardaş Habilə. Təkəbbürlülük edir, onun qarşısında özünü ondan güclü bilirdi. Və yerdə göydən birinci asilik o olur, həmçində yerdə. Və eyni baxımdan nəzərinizə çatdırıram ki, bilmək lazımdır ki, cinlərin əsli də kimdən gəlib? İblisdən. İnsanların əsli kimdən gəlib? Adəm Peyğəmbərdən. Çünki Allah-u Teala Adəm aleyhisselamı öz əlləri ilə torpaqdan yaradır. Və ona öz ruhundan üfləyib. Və bütün bəşəriyyətin hamısı sonra Adəm aleyhisselamdan yaradır. Və Allah-u Teala Adəm aleyhisselamı yaratdıqdan sonra onun iki qabırğasından da onun zövcəsini, arvadını yaradır. Və sonra hər ikisindən törənir yer üzündə olan bütün insanlar. Bütün rənglər və bütün dillər hamısı Adəm aleyhisselamın övladlarından yayılmışlardır. Və əsas mövzuyu keçirik. Bilmək lazımdır ki, ən birinci bir insan sehr eləməyə, cadukar olmağa bacarmır ta Allah və Rasulunu inkar eləmədikcə. Mümkün deyil. Yaxşı fikir verin. Bir insan Allah və onun Rasulunu inkar eləmədikcə, Qurana söymədikcə, Quranı ayağının altına qoyub kapsılamadıkça o insan sehr elə bilmir. O insan cadukarlığı bacarmır. Və bu mühüm məsələdir. Deməli, biz allanmamalıyıq. Bir molla dediklərinin yanına gidəndə, bir şeyh dediklərinin yanına getdikdə, ola bilsin ki, açdığı şeyhə qarşında Quran olar. Allanmayın. Deməklə ki, bu insan salih insandır, Allahın endirdiyinin hökm edən birisidir. Xeyr. O, mümkün deyil ki, həmin Quran ən birinci təmiz olsun. O, lənət olunmuş insanlar, o iblis donunda, insan şəklində gəzən insanlar həmin Quranı nəcisə batırıb çıxarmış olurlar. İnsan sidiyinə və yaxud onu nəcisə ya tualetdə saxlayırlar, onu çıxardıb sənin qabağında onu açır. İnsanlar aldanır. O Quranı nəcisləmiş olur. Onlar nə qədər sehirbazlar küfürünü, nifrətinin nə qədər küfürü çoxaldırsa, o qədər sehirdə güclüdür. Ona görə sehirbazlar, cadukarlar fərqlidir. Kimisi güclü olur, sehri güclüdür, kimisi zəif olur. Kimisinin saldığı cin insanın içində güclü olur, kimisi zəif olur. Bunun hamısı sehirbazın küfürünün güclülüyünə ölçülür. Ona görə bəzi sehirbazlar insanların içində yayırlar ki, mən həcə gedirəm. Bütün insanlara reklam edirlər ki, mən həcə gedirəm. Və bu insanlar həcə getdikdə sadəcə küfürlərini çoxaltmağa gedirlər. Çünki zaman və məkanda küfür etməyin dərəcələri var. Məsələn, Ramazan ayında küfür edənlə başqa vaxt küfür edənin küfrü eyni deyil. Ramazanda küfür edənin küfrü daha pisdir. Meçiddə küfür edənlə eşdə küfür edənin günahı eyni deyil. Meçiddə küfür edən daha pisdir. Gedib Məkkə Mədinədə küfr eləyən, Məkkə Mədinədə Quranı ayağının altına qoyub əzən, aparıb Məkkə Mədinədəki tualetlərə cırıb tökən, buradakı kim deyil. Ona görə o insanlar gedib Allahın evində küfr eləyirlər. Aparıb Kəbənin hətta divarına belə nəcis sürtürlər. Nəyə görə? Çünki onlar aynı deyince Allah və Rasulunu inkar edirlər. Onlar öz küfürləri ilə güclənirlər. Ona görə birinci onu bilmək lazımdır ki, kim əgər cadükar olmaq istəyirsə, cadukarsa, sehirbazdırsa, mümkün deyil o insan Allah'a və Rasuluna inansın. Hətta namaz qılsa belə. Çünki o qəsd elədiyi səcdə şeytanadır. Hətta meçidə gəlsə belə. O qəsd elədiyi sözlərin, Allah dediyi, Rasul dediyi olan hamısını şeytan nəzərdə tutur o. Kəsdiyi qurbanlarda şeytan nəzərdə tutur o. Oxuduğu Quran isə mümkün deyil o Quran oxuya bilsin. Xeyr. Əksinə, Quranı elə şəkildə, elə vəziyyəti oxuyur ki, əksinə haram elə Quran oxumaq. Tutaq ki, Qul Huvallah surəsini oxuyur. Çox məzəl oxuyurlar. Hərfləri dəqiq çıxartmırlar. Ola bilsin ki, ayətə küfr edirlər. Məsələn, deyir, Qul Huvallahu la ahad. Deyir ki, Allah yoxdur. Amma biz nə deyirik? Qul Huvallahu ahad. Allah-u Teala deyir ki, Allah təkdir. Onlar belə deyir, sən eşmirsən. Qul Huvallahu la ahad. Sən bilmirsən, nə deyir o? La ahadlə əhəd sözündə fərq var.
La əhəd tək deyil deməkdir. Yəni, çoxdur. Əhəd təkdir deməkdir. Allahu saməd. Ləm yəlid və ləm yuləd. Deyir, yəlid və yuləd. Allah da nə doğmur, nə də doğuzdurmur. Allah da nə erkək deyil, nə dişi deyil. Çünki erkək dişi olmaq yaradılmışların sifətlərindəndir. Amma bunlar bilmirsən, mızıldayır. Deyir, Allah doğur və doğurur. Küfr eləyirlər. Sən də elə zənn eləyirsən ki, Quran açıb olar, Quran oxuyurlar. Və yaxud da onlarda kitab olur, kitabın orta səhifələrindən hər tərəfinə Qurandan cırırlar, 10 səhifə yapışdırırlar ki, qarşısında gələn görsün ki, güya bu buna kitab açır. O kitab açılmır. Allah-u Teala Quran-ı Kərimi endirməyib ki, insanlar onu açıb qeybdən xəbər verirlər. Allah-u Teala Quran-ı Kərimi endirməyib ki, insanlar onu açıb insanları aldatsınlar. Quran-ı Kərim enib ki, insanlar onunla həyatını düzənləsinlər. Onunla Allahı tanısınlar. Onunla Peyğəmbəri tanısınlar. Onunla İslam dinini tanısınlar. Onunla keçmiş ümmətdən xəbərli olsun. Onunla halal haramı öyrənsinlər. Quran bunun üçün elib. Rəhmət olaraq dirilərə, ölülərə geyib qəbirstanın üstündə oxumaq üçün elməyib. Peyğəmbər s.ə.v dövründə də heç bir müsəlmanlar Quranı gedib qəbirlərə oxumayıblar. Haramdır, böyük günahlardandır. Quran enib ki, dirilər onunla həyatlarını düzənləsinlər. Və şehirbazlar bir-biri ilə bilmək lazımdır ki, əlaqələri var. Şehirbazların bir-birləri ilə əlaqələri var. Biri Amerikada olsa, biri Gürcüstanda olsa, bunların bir-biri ilə daqavor var. Nə tər daqavor var? Sənlə onun ondakı deyil, oradakı deyil. Bu sehirbazın oradakı sehirbazın deyil. Bu sehirbazın yanındakı cinlərlə, şeytanlarla, onun yanındakı şeytanlar və cinlər. Çünki Allah-u Teala şeytanlara elə qüdrət verib ki, elə güc verib ki, onu insanlara verməyib. Məsələn, şeytan bir dəqiqədə, bir saniyədə buradan Amerika gedib gələ bilir. Bu divarı deşib o yandan çıxır, deşmir, divarın buradan girir, o yandan çıxır. Suyun dənizin dibinətən gedir. Amma insan buna qadir deyil. İnsan buradan uzaq bir mənzilə getmək üçün saatlar, günlər lazımdır. Bu divarı anı keçmək üçün deşmək lazımdır. Ona görə baxırsan ki, bəzən insanları aldatmaq üçün onlarda da sehirbazlarda, cadukarlarda usulub var. Tutaq ki, bir insan, bir cadukar bir nəfərə cadu elədi. Buna cadıyı eləyəndə cadının da növləri var. Eləsi var, ərlə arvad arasını vurur. Ortada evdə dava-dalaş gedir bütün. Ər arvadını görmək istəmir heç, nə də arvad ərini görmək istəmir. Kişi ola bilsin ki, evdə rahat gəzir, ürəyi yumuşaq, öyə girəndə bir öy başını çördüra bilmir. Eləcə də arvad ola bilir elə. Və yaxud da, ola bilsin kişi gələ arvadına baxıb şübhələnə, elə bilər ki, arvadı fahişəli eləyir. Hər gələndə şübhələnir, hər gələndə şübhələnir. Eləcə də qadın. Bu cür də sehr elə bilirlər. Eləcə də xəstələndirmə sehri. Çölə çıx, gəl, dünyanı sağsan, evə girəndə baş ağrı tutur. Xəstələnirsən, halın gedir, sunun gedir. Bu cür də sehr olur. Subay adamları da sehr olur. Ola bilsin ki, qız uşağına sehr eləyirlər, elçi gələndə deyir, oğlan kimdir filan. Ay, mən meymunam geçəcəm. Kimi gətirsən, dünya gözəldir gətirsən, onu meymun şəklində görür. Həqiqi meymun şəklində. Hətta bəzən görürsən ki, şeytan daha biraz şiddətli elçi gəlir, razı qoyur qızı. Razılıq verir, nikah barışıq olur, nişan olur. Sonra nə edir? Başlayır həmin qıza vəsvəsə vermək ki, oğlanı neynəsin, almasın. Düşmənçiliyə əmələ gəlsin. Düşmənçiliyə əmələ gəlsin ailələrdə. Və həmçinin sehrin növlərindən yenə cadu eləyirlər, insanı öldürür. Hətta insan ölür. Xəstələnirsən, pis xəstəlik düşür, onunla az vaxtın içində ölə bilirsən. Bunlar, bunu eləmək sehirbazların gücündən asılıdır. Zəiflər insanı öldürə bilmir. Güclülər öldürə bilir insanı. Ona görə, ola bir sehirbazlar belə bir şey deyir. Əgər xəstələndirirsə, ona elə bir şey deyir ki, o cin o xəstələnir. Çünki cinlərin əsas hədəfi, əsas məqsədi insanları küfrə salmaqdır. İnsanlara elə bir əməl etdirməkdir ki, insanları dindən, İslamdan çıxartsın. Bu baxımdan gəlir xəstənin sahibinin ürəyinə dolur, beyninə salır ki, bunu apar filan ziyarata. Filan qəbrin yanına apar, qurban kəs. Bəlkə düzəlir.
Məlumdur ki, ziyarətə gəlib qurban kəsmək olar mı? Olmaz, şirkdir. Küfürdür. O, ola bilsin ki, nəhayət o insan gedib bu küfür, şirki eləyəndən sonrasında həmən cin bir müddət çıxar. Bu insan da elə biləcək ki, bu qavurda yatan şəfa verdi buna. Allah'ı unudurlar insanlar. Elə biləcəklər ki, bu qavurda yatan bir zat ona şəfa verdi. Onlar buraya gətirdi deyə. Və o insan başlayır həmən küfrə cəmaatı dəvət eləməyə. Kim xəstələndiyini eşidir, aparın filan yerdə qurban kəssin, yaxşı olacaq. Aparın filan yerdə qurban kəssin, yaxşı olacaq. Uca bu insan şeytanlardan olur. İblis kimi dəvətçilərdən olur. İnsanları zəlalətə çağıran əhlindən olur. Bəli, bu şeytanın siyasətidir. Onun politikasıdır, onun taktikasıdır. Və eyni zamanda ola bilir ki, insanın, xəstənin, sahibinin qəlbinə də olur, deyir, bunu filan mollanın yanına apar. Ona görə baxırsan, bəzən o cinin, o başqa sehirbazın yanına gedənlə bir, həmin içindəki cinlər onun yanındakı cinlərə xəbər verir ki, mən filan tərəfindənəm. Olmuyor, məsələ ki, bilin ki, belə. Bəzən baxsan, sehirbaz nə edir? Ona yazır müəyyən şeylə, ala bunu eləyinə. Ala bunu belə eləyinə, yəni ki, başından yozdur. Başından yozdur, bilir ki, iş nə yerdədir. Küfür örtür. Və bəzən də deyir ki, mən bunu bacarmazam. Güclüm olan yanına getməzsən. Bu mənlik deyil. Bu da ayrı şeylər var. Və yaxud bilmirəm. Və yaxud da deyə bilər ki, sən mənim qoymumsan, qoyma baxmaq olmaz. Çünki nəyə görə? Çünki onun içindəki cinlər, onun yanındakı cinlərlə ona tapşırır ki, mən filan tərəfdənəm. Əgər ona qarşı çıxsa, onda nə olacaq? İki cinlər arasında davam müharibə olacaq. Və həmin o güclü cinlər göndərib, onun yanındakı cinləri öldürtürə bilər. Və bu da cinsiz qalanda hərəkət elə bilməyəcək. Ona görə onlar hərəsi özünə partiya toplayırlar. Şehirbazlar belədir. Onlarda interesli həyat var. Onlar hər həftə və yaxud da hər gün mümkün deyil o cinlərə qurban kəsməsinlər. Mümkün deyil. Sonra boğullar gəlir. O yata bilmir gecə gündüz. Dəli olur. Az qalır özünü atsın. O nəyişə iğnə vuranlarla caradır. İğnə vurmaq vaxtı gələndə vurmasa dura bilmir. Çırpır özünü yerə, oraya, buraya. Vuranda uca rahatlayır. Onlar da elədir. Əgər o şeytan ona əmr elədiyi vaxt qurban kəsməsə, vaxt küfür eləməsə, mümkün deyil o yaşaya bilsin. Ona görə onların həyatının, o cadukarların həyatının sonu heç yaxşı olmur. Mütləq donuz gününə düşməlidirlər. İt gününə ömürlərinin axırında tutaq ki, heç kimsəsi qalmadı, kasıblaşdı, qurban kəsmək imkanı qalmadı, ona baxırsan ki, it kimi zırıldamağa başlayır. Çünki artıq özünə girir cinlər, özünün orqanının içində ona əziyyət vermə başlayırlar. Onların axırı budur. Əgər tövbə eləməyib, o iman üzrə, o əməl üzrə köçsələr, nəhayət belə olurlar. Və bu çox qorxulu işlərdən biridir. Və eyni zamanda bəziləri elə bil ki, özünü dindar kimi göstərirlər. Gəlir yanına, baxırsan ki, yazır. Yazır, Quran hərfləridir. Bilmir millətin çoxu. Quran hərfləridir. Bükür, bürür, 3 gün 3 verir, apar nüsxatdır bu. Duyadır, hardan askinə. Döşündən as. Köməyi var bunun. Əgər xəstəsənsə, nə eləməlisən? Kimdən diləməlisən? Tək Allahdan diləməlisən. Ehtiyacın var, kimdən diləməlisən? Tək Allahdan diləməlisən. Başqa heç kəsdən. Sən başın ağrıyanda gedirsən doktorun yanına, doktorsa baş ağrısı dərman verir. Analgin verir, pentalgen verir, nə bilim, baş ağrısı dərman verir. Sən onu civana qoyub gəzdirsən, başının ağrısı kesəcək mi? Kesməyəcək, onu içməlisən. Eləcə də molla koyxalar yazan duaları üstə gəzməklə insan şəfa tapırmı? Tapır, mümkün deyil. Bəzən açırsan, görürsən ki, heç nə yazmayıb. Bir dənə qaralama hərflərdir və yaxud da cadı hərfləridir, şehir hərfləridir və yaxud da cinlərin adlarıdır. Qurban olumsa, ey cin qurban olumsa, filan, ey filan, belə şeylərdir. Və yaxud da bundan da daha təəccüblüsü var ki, bəzən görürsən ki, Ayətəl Kursu yazır. Dəhşətdir. Şəxsən mən özüm rastlaşmışam. Görürsən ki, Ayətəl Kursu yazır. Amma insan xəstədir. Kimin üstündən tapılıb Ayətəl Kursu o xəstədir. Onda cin var. Lakin üstə Ayətəl Kursu var. Qul huvallah, fələq, nəs surələr var. Quran ayətləri var, Fatihə surəsi var.
Sən deyirsən, burada heç nə yoxdur. O ayət yazıb, sadəcə götür, apar, bunu yandır yine. Vəssalam. Xeyr. Biri xəbər verir. Biri şeyhlərin biri danışır, xəbər verir. Deyir ki, bir ölkəyə getdim, bir gənc gətirdi derma, bir dənə duya verdi. Gəncdən soruşdum ki, bu duyanı sağ kim yazdı? Deyir, demədi. Deyir, lakin açdım, baxdım, Ayət-əl Kursi yazdı. Heç nə yoxdur, problem yoxdur. Şimdi heç nə yox, Ayət-əl Kursidir. Zərəri yoxdur. Deyir, bir yandan baxdım ki, insan xəstədir, həqiqətən. Çatışılmazlıq var. Deyir, soruşdum ki, o sağ yazanda heç nə demədi mi? Dedim, deyir, yox. Deyir, baxdım ki, çəkinir nəsə deməyə. Dedim ki, deyir, xeyr, o sağ nəsə nəsiyyət eləməlidir. Onu deginə. Deyir, baxdım ki, çəkinir deməyə, bacarmır deməyə. Deyir, axırda üstə çox durduqdan sonra xəbər verdi ki, deyir, Maaz Sehirbaz yazanı dedi ki, deyir, bunu oturacağın arasına qoy yine. Övrat yerinə qoy yine. Tuvaletdən çıxandan bir. Ayət-əl Kursunu. Amma sən götürürsən, bilmirsən, Ayət-əl Kursu yazır, heç nə yoxdur. Haraya qoymaq əmr eləyir? Bəzən deyirlər, apar, iğni ilə, sapla bağlı tuvaletə at yine. Şəxsən birini mən görmüşəm. Qul huvallah fəlaq nə surələr yazılır. Soruşdum ki, haraya qoymaq əmr eləyir? Heç haraya. Üstündə gəzdirirəm. Tuvaletə bundan girirsən, deyir, bəli, tuvaletə də bunda girirəm. Üstə qul huvallah fəlaq nə surələri var. Yatanda da bunu yazıram, bəli, yatanda da bunu yatıram. Harada yazdırmışsan? Falan yerdə yazdırmışam. Açıb baxdım, gördüm ki, üstə ləkələr var. İyilədim, bir də baxdım ki, sidik iyi gəlir. Üstə sidək tökür. Yazır, sonra üstə sidək tökür, onu nəcisləndirir. Dedim, iyilə bax ki ilə özüm. İyilə bax ki ilə özüm. Mizi gəlir kağızdan. Gizlidir sehirbazlar, əməlləri çox gizlidir. Eyni zamanda bəzilər görürsən ki, yanına gedəndə deyir ki, xoruz kəsməlisən. Xoruzu kəsdirir və Allahın ayətlərini xoruzun qanı ilə yazır. Küfürdür bu. Qan nəcisdir. Allahın ayətlərini qanla yazmaq olmaz. Bürür, bükür, verir. Bəzən də yazdıqları şeylər ulduzlardan ibarətdir. Pluslardan, xaçlardan ibarətdir. Setkalardan ibarətdir. Əlifi tərsinə yazırlar, bəyi tərsinə yazırlar. Cim hərfini tərsinə yazırlar. Bunlardan ibarətdir. Bunların hamısı sehrin haçarlarıdır. İnsanı hər sehr edincə bağlayır, hər sehr edincə bağlayır. Bəzən sehrin cadı, həqiqi cadı olduğunu nədən başa düşürsən? Yazılışda cadıyı bağlayırlar. Cadıyı eləyəndən sormasına cini ona vəkil eləyir. Nəyi eləyirsə o vəkil eləyir. Ona görə bax, yazılışdan sonra cadı yazılarının 4-1 qırağında plus şəkili qoyurlar. Bağlantılar da hamısı. Hamısı daqabordur. Ən axırıncısında isə baxırsan ki, ulduz şəkili var. Və yaxud da dairə şəkillər var. Gelib dairə bir-birinin içində. Bunların hamısı cinlərlə daqaborlardır. Ona görə cadı açmağın üslubu var. Hər adam onu aça bilmir. Bəzən görürsən ki, kağızacının içində saplar var. Sehirbaz həmişə insanı, məsəl tutaq ki, bir nəfər gedib bir nəfərə cadı elətdirir. Ondan tələb eləyir ki, o insanın saçından gətir. O insanın paltarından gətir. O insanın paltarının sapından gətir. Özü xüsusən sapılar qırmızı rəngində seçirlər həmişə. Sapı qırmızı rəngində seçirlər. Qara, göy, ağ belə saplara baxmırlar. İstəmirlər. Əgər elə axırıncı moment olmasa. Əsas seçdikləri qırmızı rəngdir. Səbəbi Allah bilir. Yəqin ki, cinlərin o xoşuna gedir. Qırmızı rəng. Və çoxsunda görürsən ki, düyünlər var. O düyünlər var. Peyğəmbər s.ə.v olunan sehir də düyünlərdən ibarət idi. Oxuyur, sehri bağlayır düyünlərlə. Və çox vaxtı sehirbaz bunu yazdıqda ona elə tövsiyə edir ki, o sehir içsin, batsın, o elədiyi sehir həmişəlik olsun. Kimsə onu poza bilməz. Ona görə bir qadın
uzun müddət böyük günah işlətdikdən sonra özünün günahını böyük alimlərə ərz edir. Deyir, Allah-u Teala mənim günahımı bağışlayarmı? Nə hansı günahdır? Qadındır, deyir, tövbə eləmək istəyirəm. Allahın huzuruna qara üzlə dönmək istəmirəm, mənim tövbəm varmı? Alimlər soruşur, nə idi o? Deyir, mən ölü yuyən qadınlardan biriyəm, ölmüş qadınları yuyuram. Deyir, mənə gətirirlərdi, sehri verirlərdi ki, qadının övrətini qoy, ginən onunla kəfirlə ilə onu. Qəbrə basır olsun. Onu çıxartmaq mümkün olmaz. Bəzi dəfn olanlar deyir ki, tövbə eləmək istəyirəm. Deyir, illər uzunu mən ölüyü dəfn eləyəndə deyir, sehri onunla basırırdım. Çıxartmaq olmasın. Və bəzən görürsən ki, cadukarların yanına gedirsən ki, elə bilirsən din adamıdır. Göstərirsən ki, bunun ilacı nədir? Baxır, görür ki, onluq deyil, başqası sehirdir, başqası eləyib, deyir, apar bunu nəcisdə ilə tullayla, apar murdara tullayla, üstü sidə ifat tökünə apar tullayla, ya suya tullayla, ya da zilava tullayla. Tapılmasın deyə. Çətindir bu. Kilitdir. Kilidi sehirləyir, bağlayır, deyir, bunu elə yerə tullatdırır ki, onu tapmaq mümkün olmaz. Apar axan suya tullar. Apar filan yerə tullar. Apar qəbir sandığa bası ilə. Apar kola tulla ilə. Tapılmasın deyə. Bunların hamısı uzundur. Çox misallar çəkə bilərəm. Bunların hamısı kimlərini eşitmişəm, kimsələrini özüm təcrübədən keçirmişəm, kimsələrini isə görmüşəm, kimsələrini isə oxumuşam. Bunların hamısı haqdır. Heç birini inkar etmək mümkün deyil. Qaldı, əgər bir insana birinci onu bilmək istəyirik ki, sehirbaz mütləq kafirdir, onu bilməlisən. Sehirbaz insan kafirdir. Bax, birinci dərsin önündə dediyim kimi, o sehir eləmək onun mümkün deyil, ta küfr eləmədikcə. Buna Ənfəl surəsinin 27-ci ayəsi, Ənfəl surəsi yox, Bəqara surəsinin 102-ci ayəsidir, buna dəlil. Ayətin başından ayağa kimi. Və hədislərdən də çoxdur. Və eyni zamanda mən sadəcə konkret olaraq danışıram. Çünki bu uzun mövzudur, genişdir. Bunların hər məsələsini bir dərsə salmaq olar. Məsələ ki, qadınla kişinin arasını vurmaq sehri necə baş verir, onu sehirbaz necə o sehri eləyir, hansı üsulublardan istifadə eləyir və sən onu necə müalicə edə bilərsən. Lakin mən ümumi şəkildə danışıram ki, ümumiyyətlə bu şeydən xəbəriniz olsun. Yəni bu məsələ hər fənnin öz elmi var. Ona görə bunları məsələ ki, qadınla kişi necə olur, vaxt subaya necə eləyirlər, adam necə bağlatırlar, haqdır. Subayı da bağlatırlar. Onu necə bağlatırlar, o bağlatan necə açmaq olar, o sən nədən bilirsən o bağlı olduğunu əvvəldən, yoxlamadan qabaq, onun bağlı olmağını nədən hiss edirsən. Bunların hamısı elmdir, bunların hamısı var. Lakin konkret danışıram ki, bilin, ən birinci bilin ki, sehirbaz mütləq kafirdir. Ona inananlar da, sehirbaza inananlar da, onlar da kafirlərdir. Nə şəkildə? Necə inanmaq? Sən sehirbazın dediyini təsdiq eləsən, falçının dediyini təsdiq eləsən, sən də kafir olursan. Ona görə falçının sözünü danışmaq da olmaz. Falçının sözünə qulaq asmaq da olmaz. Əgər sənin yanında gəlib biri desə, falçı belə dedi, falçı belə dedi. Əgər sən ona inansan və yaxud ona qulaq asmağa razı qalsan, onda sən də küfr eləmiş olursan. Ona görə nə onun sözünə qulaq, hətta dediyi haqq olsa belə. Dediyi haqq olsa belə. Və İslam dinində kim cadu eləyərsə, İslam dinində onun hökmü baş kəsilmək. Alimlərin çoxu deyir ki, onlar tövbə edilmir. Onlara möhlət vermirsən tövbə eləyə. Sehirbazı tutdun mu, İslam dövləti olsa, birbaşa baş kəsilməlidir. Çünki onlar, sehirbazlar yalan danışmağa öyrəniblər. Sən deyə bilərlər, tövbə elədim. Ona görə İmam Əbu Hanifədən soruşanda ki, nə üçün tövbəsi yoxdur onun? Deyir, çünki o insan artıq yalançılığa alışıb və o, yəni ondan rahatlıqla tövbə edə bilməz. Ona görə o müddətdən əvvəl, əgər tövbə edən idisə, o müddətdən əvvəl tövbə etməliydi. Ona görə tutandan sonra hamı tövbə eləmək istəyir. Bilsən ki, başın kəsiləcək. Sən deməyəcəksən, mən tövbə edirəm. Deyəcəksən. Lakin
Əgər o insan sehirbaz idisə, gərək o tutulmazdan qabaq tövbə ediləyim. Sözsüz ki, öyrənirsən ki, ona haqq çatıbdır, çatmayıbdır. Əgər haqq çatmayıbsa, ona vurulmur başı. Əgər haqq çatıbsa. Tutaq ki, İslam dövlətində, tövhid dövlətində bir sehirbaz tutularsa, ona mümkündür deyilsin ki, ona haqq çatmayıb. Xeyr. Ona tövbə fürsət verilirmi? Verilmir. Başı kəsilir. Necə ki, hədisdə gəlmişdir, sehirbazın həddi nədir? Cəzası nədir? Peyğəmbər sallallahu ki, başını oxla, başını xançalla vurmaq. Sehirbazınki budur. Bu, başqa bir nədə gəlmişdir? Bəcələ İbn-i Abdə, sahabədir. Deyir, Umar radiyallahu anh ölümündən bir il qabaq bizə yazdı ki, o vaxt Umar radiyallahu anh padşah idi, İslam xəlifəsi idi. O bütün ölkələrdə, hər kənddə də bir əmir var idi, başçı var idi. O bütün əmirlərə payladı ki, bütün qadın və kişi sehirbazın harada tutsanız neyinin? Öldürün. İslamın ikinci xəlifəsidir. Bu nəyi göstərir? Sehirbazların cəzası İslamda nədir? Sadəcə ölümdür. Başqa bir hədisdə gəlmişdir ki, Peyğəmbər s.ə.v buyurur, 3 kəs var ki, cənnətə girməyəcəklər. 3 kəs var ki, cənnətə girməyəcəklər. Onlardan birincisi, içki içən. İçki içən insanlar cənnətə girməyəcək. İçki içənlər cənnətə girməyəcək. Həmçin qohum əqrabalığı kəsənlər də cənnətə girməyəcəklər. Və həmçinin sehirbazı, falçıya inananlar da yenə cənnətə girməyəcəklər. Bu 3 şeyi hər kəs burada başqalarına çatdırmağa çalışmalıdır. İçki içən, qohum əqraba yollarını kəsən, qohum əqrabalığı dağdan, bir də sehirbaza inananlar. Yaxşı. Sizə bir kəs gəlib desə ki, mən falçının yanına etmişdim. Oturanla bir ağzımı oxudu deyir. Ağzına matıq aldım deyir. Adın budur, ərin adı budur. Sənin önündən filan şey itib, filan önündən filan şey var. Yaxşı. Bu həqiqətən insanı inandırılası şeydir, düzdür? Mesela sən tanımırsan adamı, budan getmişsən Bakıya. Girənlə bir deyir, xoş gəldin ana qardaş. Atan Abbas necədir? Qardaşın filan necədir? Öyünüzün üstünü bastınız mı? Sən qatırız öyünün üstünü basırsan. Ay deyirsin, ağzımı oxudak şeyi. Yaxşı. Onlar sual verə bilər ki, biz onu necə inkar eləyək, o düz deyirik. Onda buna belə cavab vermək lazımdır. Belə adamlar. Bütün kənddəki hamısı həmin bu etiqadlar deyirlər, düz deyir axı. Onlara belə cavab verilir. Ən birinci biz dərsin əvvəlində keçdik ki, cinlər bizi görür, biz cinləri görmürük. Müsəlman cinlər, müsəlman evlərdə yaşayır. Kafir cinlərdən qaçanda gəlib müsəlmanların evinə girir. Ürəklərinin orada çatanda. Müsəlmanları süfrələrində iştirak edir. Kafirlər isə kafirlərin yanında yaşayır. Ona görə o kafirlər də aynadan baxır, belə evin içində dolaşır. Nə adın adı, familiyanın adı, evdə kimlər ibarətdir, sənin işin, gücün, hamısını görürlər, yoxsa yox. Görürlər. Sən o sehirbazın yanına gedəndə, birbaşa gedir o sehirbazın yanına, izin alır, girir yanına, beyninə dolur, dandırır ki, qabağına gələn adam budur. Ona görə sehirbaz danışdığı şey hamısı ürəyinə əlinə. Nədir? O ürəyinə nə gəldi, onu danışır. Ona görə onun ürəyinə gətirilməyə səbəb olan kimdir? Həmin o şeytandır. O saat bir xəbər verə bilər, bir şey. Ola bilər deyək ki, adı Anardır, bir də öyünün belli basırlar. Deyəcək ki, Anar, halın, kefin, canan, başın, onun üstüdə 1 milyon, 1000 dənə yalan qoyacaq, nasıl səni inandırsın deyə. Və eyni zamanda görürsən ki, çox vaxt falçılar onu qonşunun arasını vururlar. Çünki adətə görə necədir? Sənin şeyini oğrayanda evindən şeyin səni kimin boynuna yıxırsan? Ən birinci qonşun. Önə kim gəlib, kim gedir. Ola bilsin, elə insanın boynuna yıxarsan ki, heç onun heç xəbəri yoxdur. Heç xəbəri yoxdur. Heç bilmir. Lakin sən onun boynuna yıxırsan, düşmənçiliyi olur. Sonra görürsən ki, elə yerdən tapırsan ki, sonra üzün qara olur qonşunun üzünə baxmağa. Ola bilər, orada qan söhbət ola bilər. Deməli, o
falçıların və cadukarların fitnə fəsadı, əməlləri ancaq fitnə fəsadıdır. Xeyr yoxdur onların əməllərində. Ona görə bu dəqiqə insanlar bu zamanədə aciz qalıblar haqqı öyrənməkdən, din öyrənməkdən uzaq dururlar və eyni zamanda din öyrənənlərə gülürlər. Amma baxırsan, özləri isə zəlalətin içindədirlər. Ona görə bu dövrdə çox az adamlar qalıb ki, sehirdən canı uzaq olsun. Sehirdən canı uzaq olsun. Çünki çətindir. Hər kəsə sehirbazlar çoxaldınca, bir ölkədə sehirbazlar çoxalanda, sehir olanlar da çoxalır. Sehir etdirənlər də çoxalır. Ona görə bu dəqiqə sehirbazların evinin yanına keçən görürsən, maşının üstədir. İnsanların işi gücü qutarır. Meçidə gələn yoxdur. Amma sehirbazların qapısında hər gidən görürsən 5-6 maşın əynənir. Elə bir sehirbazın evində hər gün toy var. Bəli, ona görə əgər insanlar haqq dini öyrənsələr, insanlar tövhidi öyrənsələr, insanlar Allahın dinini öyrənsələr, o zaman onda sehrə gedən olacaqmı? Sehirbazların sehrin küfr olduğunu bilən adam sehrə gedərmi? Ona görə biz insanlara bu haqqı, həqiqəti başa salsaq, o vaxt o sehirbazlar boş qalacaqlar. Biz yaxsaq, biz insanlara həqiqəti çatdırmasaq, onların qapısı həmişə dolu olacaq. Və inşallah hələlik bu qədər. Gələn dərsdə o sehri necə müalicə etmək lazımdır, hansı yollarla müalicə olunur, o haqda danışacaq inşallah. Allah-u istəyirəm ki, bizləri sehirbazların şərindən qorusun. Allah-u istəyirəm ki, bizləri və zürriyyətlərimizi və ailələrimizi sehirbazların şərindən qorusun. Allah-u diləyirəm ki, bizləri, anamızı, atamızı, bütün qohum əqrabamızı, bütün kəndimizi sehirbazların şərindən qorusun. Allah-u diləyirəm ki, bütün cinlərin və şeytanların və insanların şərrindən, fitnəsindən, həsədindən, böhtanından bizi və zürriyyətlərimizi qorusun. Və sallallahu alə nəbiyyə Muhammed.